Hörmətli Şirvan cəmaatı, sizi bu əziz gündə bayram münasibəti ilə təbrik edirəm. Sizə uzun ömür, can sağlığı arzu edirəm, əmin-amanlıq, bol ruzi arzu edirəm. Allah bir məqamı xüsusi müraciətimə qabaq onu demək istəyirəm ki, mən bu bayram ərəfəsində 5-6 gün Şirvan Mərkəzi Xəstəxanasının acil şöbəsinə müraciət elədim. Orada mən şəkərə dair müalicə alırdım. Yəni şəkərim qalxmışdı ona görə. Mən orada həqiqəti, reallığı, hər şeyi deməyə özümə borc bilmişəm. Mən təşəkkür eləyəndə çoxlu təşəkkür eləyən deyərəm, amma faktın qabağında təşəkkür eləmək borcumdur. Mən bu 67 yaşında qatı idarəsi, Yeni Şirvanlı İnfoaz saatinin baş edəcək Şirvan Regional Gözlənilən Cəmiyyət qatı idarəsi olaraq mən deməliyəm. Bir dənə orada tibb bacısı çox gözəl cavan bala, elə qəbul elətdi məni. Bilmədim nə edim, o qədər öz balam kimi, öz elə bir balam kimi, gəlinim kimi mən ona minnətdaram. Adını soruşdum, Sevinç. Çox mənə iğnəni elə mənə şeylədi ki, ruhum incimədi. Heç elə bilmədim iğnə vurulur. Necə diqqətlə adama diqqət baxır. Heyflər olsun ki, hamı bunu elə etmir. Çox təəssüflər olsun ki. Yəni, səni tanıyanda bilirlər, səni rəğb eləyirlər. Yəni, sözün deyən adam kimi. Amma bu bala, gözəl balam, Allah onu xoşbəxt eləsin, var eləsin. Mən özümə borc bildim ki, onun haqqında ölkənin baş təbibinə, rəhbərə deyim, bir axsaqqal kimi, qatı edəsim kimi, ona təşəkkür elan edilsin. Mən bir regionda tanınmış axsaqqal kimi, sözün həqiqəti real deyən kimi, tibb bacısından yerlə qüvvədə razı qaldım. 40 dəqiqəlik görüşümüz, sanki mənə elə bir 15 il, 20 ildir bu balama tanıyıram, tanışırım. Axsaqqal, hazır narahat olma. Yüksək səviyyədə mənə yola saldı. Özümə borc bildim, bu haqda təşəkkürümü bildirim. Cənab bunların rəhbərliyi də, təbibin baş direktorlarına da hamısına bu sevinç balamız haqqında təşəkkür elan eləsin. Çox sağ olun, minnətdaram.